dövlətləri və milli qurumlarının məktəbləri arasında Hədəf Liseyinin təşkilatçılığı ilə 2-ci Türk İnteqrasiya Olimpiyadası keçirilib. Olimpiyada Türk dövlətlərinin dildə, fikirdə, işdə birlik şüarının təhsil vasitəsilə birləşməsini hədəfləyib. Qeyd edək ki, Türk İnteqrasiya Olimpiyadası Fənlərin Dostluğu Olimpiyadası əsasında yaradılıb. Bu günləri biz 2-ci Türk İnteqrasiya Olimpiyadasının bağlı çoxluğuna qarşılaşırıq. Bacarmaqdan gedir və nə ikinci, nə üçüncü yox, məhz birinci olmalıdır. Ben sizi öz adımdan ve temsil ettiğim Devlet Komitesi adından ürəkdən salamlayıram. Bəli, bizim ailəmiz Türk Dünyası ailəsidir. Cənab Prezidentin keçən and içmə mərasimində səsləndirdiyi bu ifadə bizim üçün bir mayak oldu. Bizim Fənlərin Dostluğu Olimpiyadamız vardı. Neçə ildir bunu həyata keçirirdik. Burada fənlərin dostluğundan ifadə olunan suallar hazırlanır. Ona görə biz bunun adını qoyduq Türk İnteqrasiya Olimpiyadası. Məqsəd Türk gənclərinin ədəbiyyat, mədəniyyət, coğrafiya, tarix, hətta elm, fizika, riyaziyyat, kimya biliklərinin ortaq mədəniyyətin təşkil olduğunu ifadə eləməkdir. Ona görə hazırladığımız bütün suallar bu formatdadır və düşünün təqribən 8 ölkədə keçirilib birinci tur. Bugün də final mərhələsini keçirmişik. Bütün uşaqlar Moldaviyadakı türklərdən tutun, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Kıbrısdakı uşaqlara qədər hamısı eyni suala cavab verir. Və bu hər ölkənin təhsili fərqli, hər ölkənin tədrisi kurikulumu fərqli, amma eyni suala cavab verirlər. Məqsədimiz əslində ortaq mədəniyyətin bir olduğunu ifadə eləmək. Yəni onlara məsəl üçün Mirzə Ulubaydan da sual düşə bilir, onlara Nəsrəddin Tusidən də sual düşə bilir, Fərabidən də sual düşə bilir və bir də suallar arasında inteqrasiya var. Yəni türk dilindən riyaziyyat, türk dilindən fizika baxımından sevindirici haldır. Hal-hazırda ölkəmizə təqribən 100-ə yaxın xarici ölkə vətəndaşı gəlib, müəllimli, şagirdli və bunlar olimpiyadanın mükafatlandırmasında iştirak ediblər. Həm başımızı gəziblər, tariximiz ilə, mədəniyyətimiz ilə güclü, əmin Azərbaycanla tanış olublar. Məqsəd əslində buydu. Türk Dövlətləri Təşkilatına gedən yolun gənclərdən gücləndirilməsinə xidmət eləmək. Məncə amalımıza çatmışıq. Bu il 2 yeni qərar almışıq. Bir, hər il başqa bir ölkədə keçirilməsi ki, artıq bu ilki qərarımız bəllidir. Hədəf Şirkətlər Qrupu ilə ortaq hərəkət elədiyimiz Ankarada fəaliyyət göstərən, Türkiyədə fəaliyyət göstərən Nəsibə Aydın okulları gələn il artıq bu olimpiyada orada keçiriləcək. Həmçinin sonraki illərdə isə başqa ölkələrimizə. Bir də olimpiyadanın kuboku müəyyənləşdi. Artıq təsis elədik və bu qızıl alma olacaq və sözsüz ki, mənə də bu sevindiricidir. Sizlərə uğurlar arzulayırıq. Füzat da həmişə türkçülüğün yanında durub. Bu baxımdan sizə və sizin komandanıza minnətdarlığımı bildirirəm. Sağ olun. Bugün Azerbaycan'ımıza bu Türk devletlerinin düzenlediği olimpiyat yarışmaları için geldim. Nesibe Aydın okullarından da öğrencilerimiz katıldı. Ve Türk devletlerinin çocuklarının bu şekilde olimpiyatlara hazırlanması, bu yarışmaların yapılması çok gurur verici. Bundan çok mutlu oldum. Bugün çocuklarımız sınavda ter döktüler ve arkasından madalyaları şu anda dağıtılıyor. Plaketleri veriliyor çocuklarımıza. Bugün için özellikle geldim. Bir de bugün Türk Günü Azerbaycan'da da büyük bir coşkuyla kutluyoruz. Türk Günü'nü, Türk devletlerini çok önemsiyorum ve Türkiye'den, başkenti Ankara'mızdan, Türkiye'nin dört bir tarafından Azerbaycanlı kardeşlerimize selamlarımı, sevgilerini gönderiyorum. Hepsi sizleri sevgiyle kucaklıyorlar. Biz bu ildən etibarən
bu olimpiyadanın informasiya dəstəkçilərindən biriyik. Eyni zamanda biz qərar qəbul etdik. Akıllı balaq quzusu ödülünü təsis elədik, Kaçven olaraq. Akıllı balaq quzusu ödülünü bu il Kıbrıs'dan olan finalçıya verdik və qərara gəldik ki, Kıbrıs'ın dövlətçilik haqqı tanınana qədər hər il Kıbrıs'dan olan finalçılara bu mükafatı verəcəyik. Bu cür tədbirlərin keçirilməsi, bu cür olimpiyadaların keçirilməsi Türk dövlətləri, Türk respublikaları arasında əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bilirsiniz ki, bugün bu əlaqələrin daha da güclənməsi üçün dövlətlər müxtəlif addımlar atırlar. Siyasi baxımdan Türk Dövlətləri Təşkilatı yaradılıbdır. Türksoy var və eyni zamanda düşünürəm ki, bu işləri yalnız dövlət qurumları yox, eyni zamanda bizim təhsil müəssisələri, məktəblərimiz də həyata keçirməlidirlər və hesab edirəm bu mənada Hədəf qrupunun həyata keçirdiyi bu layihə və atdığı bu addımlar bizim gələcəyimiz üçün olduqca önəmlidir. Yəni biz gələcəyin Türk əsri, Türk dövrü olduğunu həmişə deyirik və bu da bax həmən o dövrə bizə aparan, bu istiqamətdə bizim fəaliyyətimizi gücləndirən önəmli uğurlu layihələrdən biridir. Artıq Türk İnteqrasiya Olimpiyadasında 2-ci il iştirak edirəm və ikisində də qızıl medal qazanmışam. Suallar çox maraqlı və düşündürücü idi. Məncə məhz bu suallardır ki, olimpiyadanı digər olimpiyadalardan fərqləndirir.